Mənim müdafiəyə ehtiyacım yoxdur. Bu nə ifadə? Vaxt olacaq ki, kimlərsə Zəhranla oxumaq üçün can atacaq. Nə oldu? Onda onlar pis qarşılanmadı. İfanız da onunla yanaşı bir qalmaqala çevrildi ki, Xaric oxumuşam. Yəni orada yaxşı eləyib xaric oxumuşam. bu nə ifadə? Zəhra öz keçmiş peşəsini deyəndə, yəni insanlara bu qəribə gəldi. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Show biznesə yeni qatılan gənc müğənni Zəhra gəldiyi ilk gündən özündən söz etdirməyi bacardı. Sən ömrümün bəzəysən ay ömrüm, İstə verim canı sənə pay ömrüm. Dırnaq ustası olaraq başlayıb bir anda özünü səhnələrdə görən gənc ifaçı niyəsə ifasına görə tənqid olundu. Ya utanılacaq mövzular olardı ki, yəni mən onda utanardım, onda narahat olardım. Onda bəlkə də nə idəsə özümü haqlamağa çalışardım. Axı indi mənim müdafiəyə ehtiyacım yoxdur. Yəni bunu yəni bəllidir ki, yəni çox gözəl, normal bir işim olub, indi də başqa sahəyə keçmişəm. Belə baxanda Vəfa, Nəfəs, Nadir Qafarzadə, yəni bu tip məşhurların zaman-zaman açıqlamaları olub keçmiş işlərlə bağlı. Nə oldu? Onda onlar pis qarşılanmadı, daşqalaq olunmadı. Zəhra öz keçmiş peşəsini deyəndə, yəni insanlara bu qəribə gəldi. Yəni bu özü belə bir pis haldır ki, yəni düzgün bir şey deyil bunu bu formada qələmə vermək. Bu dırnaq ustasını atıram bir kənara, ifanız da onunla yanaşı bir qalmaqala çevrildi ki, bu nə ifadə? Çoxsu sizi müdafiə elədi, nə yalan deyim. Rəylərdə oxuyurdum ki, ay yox, xanımın səs tonu çox xoşdur. Ola bilər ki, biraz dərs keçsə daha da yaxşı oxuyar məsələn bəzi müğənnilərdən. Düzdür, sosial mediada bu bir mənalı qarşılanmadır. Mənim yenə də deyirəm ki, yəni insanların fikrinə hörmətlə yanaşıram. Yəni belə deyək də, söz və fikir azadlığı deyə bir şey var. Bu da ictimailəşdiyinə görə, yəni ki, belə deyək də, verilişlər və saytlar vasitəsilə yayımlandığına görə hər kəsin öz fikri var. Müxtəlif fikirlər bildirildi. Yəni hörmətlə də yanaşıram, lakin fikir bildirmək və tənqid etmək ayrı bir şeydir. Təhqir etmək çox ayrı bir şeydir. Yəni özünün ifasını bəyəndin orada. Əlbəttə, xaric oxumuşam. Yəni orada yaxşı eləyib xaric oxumuşam. Bir gündə təəssüflər olsun ki, show biznesdə deyərdim ki, faizlə götürsə 70% müğənni şirdilmiş müğənnilərdir. Yəni onların ortada nə sənəti yoxdur, nə heç bir bu sənət haqqında məlumatı yoxdur. Vaxt olacaq ki, kimlərsə Zəhranla oxumaq üçün can atacaq. Mənim müdafiəyə ehtiyacım yoxdur. Bu nə ifadə? Vaxt olacaq ki, kimlərsə Zəhranla oxumaq üçün can atacaq. Nə oldu? Onda onlar pis qarşılanmadı. İfanız da onunla yanaşı bir qalmaqala çevrildi ki, Xaric oxumuşam. Yəni orada yaxşı eləyib xaric oxumuşam. bu nə ifadə? Zəhra öz keçmiş peşəsini deyəndə, yəni insanlara bu qəribə gəldi. Show biznesə yeni qatılan gənc müğənni Zəhra gəldiyi ilk gündən özündən söz etdirməyi bacardı. Sən ömrümün bəzəysən ay ömrüm, İstə verim canı sənə pay ömrüm. Dırnaq ustası olaraq başlayıb bir anda özünü səhnələrdə görən gənc ifaçı niyəsə ifasına görə tənqid olundu. Ya utanılacaq mövzular olardı ki, yəni mən onda utanardım, onda narahat olardım. Onda bəlkə də nə idəsə özümü haqlamağa çalışardım. Axı indi mənim müdafiəyə ehtiyacım yoxdur. Yəni bunu yəni bəllidir ki, yəni çox gözəl, normal bir işim olub, indi də başqa sahəyə keçmişəm. Belə baxanda Vəfa, Nəfəs, Nadir Qafarzadə, yəni bu tip məşhurların zaman-zaman açıqlamaları olub keçmiş işlərlə bağlı. Nə oldu? Onda onlar pis qarşılanmadı, daşqalaq olunmadı. Zəhra öz keçmiş peşəsini deyəndə, yəni insanlara bu qəribə gəldi. Yəni bu özü belə bir pis haldır ki, yəni düzgün bir şey deyil bunu bu formada qələmə vermək. Bu dırnaq ustasını atıram bir kənara, ifanız da onunla yanaşı bir qalmaqala çevrildi ki, bu nə ifadə? Çoxsu sizi müdafiə elədi, nə yalan deyim. Rəylərdə oxuyurdum ki, ay yox, xanımın səs tonu çox xoşdur. Ola bilər ki, biraz dərs keçsə daha da yaxşı oxuyar məsələn bəzi müğənnilərdən. Düzdür, sosial mediada bu bir mənalı qarşılanmadır. Mənim yenə də deyirəm ki, yəni insanların fikrinə hörmətlə yanaşıram. Yəni belə deyək də, söz və fikir azadlığı deyə bir şey var. Bu da ictimailəşdiyinə görə, yəni ki, belə deyək də, verilişlər və saytlar vasitəsilə yayımlandığına görə hər kəsin öz fikri var. Müxtəlif fikirlər bildirildi. Yəni hörmətlə də yanaşıram, lakin fikir bildirmək və tənqid etmək ayrı bir şeydir. Təhqir etmək çox ayrı bir şeydir. Yəni özünün ifasını bəyəndin orada. Əlbəttə, xaric oxumuşam. Yəni orada yaxşı eləyib xaric oxumuşam.
Bir gündə təəssüflər olsun ki, şou biznesdə deyərdim ki, faizlə götürsə 70% müğənni şirdilmiş müğənnilərdir. Yəni onların ortada nə sənəti yoxdur, nə heç bir bu sənət haqqında məlumatı yoxdur. Vaxt olacaq ki, kimlərsə Zəhranla oxumaq üçün can atacaq.